Kufədə Kərbəla şəhidlərini cəddilər başlarını neyziyə qoydular, dolandırdılar. Yaxşı. Zeynəb-i Kubra birdən qardaşının başını gördü. İmam Hüseyin, Əbu Abdillah. Bunlar da öz baxışlarında məqsədləri var idi, ha. Həm şənlic eləsinlər, həm əsirləri zəlil eləsinlər. Bir o əsirlər bundan başlasınlar, sınsınlar. Zeynəb-i Kubra bu başa baxanda bir dana cərəyan dedi. Bir iki beytdə cərəyan idi. Baxın, Peyğəmbər Ümmü Sələmiyə demişdi ki, Hüseyni şəhid elərlər. Bu sözü demişdi. Peyğəmbər neçə yerdə demişdi. Əmirül Müminin də Zeynəbin özünə demişdi ki, səni əsir eləyərlər. O Ramazan günü 19 Ramazan ki İmam zərbətləndi, gəldilər hərə sual soruşurdu. Zeynəb də gəldi, bu sualı soruşdu. Dedi, mən Peyğəmbərdən eşitmişəm, Ümmü Sələmə deyirdi ki, qardaşım Hüseyni şəhid elərlər. Bu düz sözdür. Əmirül Müminin buyurdu, bəli, səni də əsir eləyərlər. Zeynəb o başı görəndə dedi, bunu da heç kim deməmişdi mənə. Kərbəlada şəhidliği demişdilər. Mənim əsirçiliyimi demişdilər. Amma gətirələr neyzə başında səni dolandırarlar. Ma təvəhhəmtu. Mən bunu güman eləmirdim. Mən bu fikrimə də çatmırdı ki, düşmən o qədər xəbis ola, düşmən o qədər cəsarət eləyə, Peyğəmbərin balasını gətirə bir cür neyzə başında dolandırar. Hüseyn, 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 Hüseyn. حبيبي حسين 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 خدام الاثنين لحسين